Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Goranboy Yevlax Mingəçevir yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Mercedes Sprinter markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı arxa aşıb. İlkin məlumata əsasən qəza nəticəsində 20-dən çox şəxs xəsarət alıb. Yaralılar Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Hadisə barədə təbib də məlumat yayıb. Bildirilib ki, Yevlax rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar 5-ci ay 2026-cı il tarixində saat 07:20 radələrindən başlayaraq 9 kişi, 13 qadın olmaqla 22 nəfər Mingəçevir şəhər mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən bir nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub. Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir deyə təbibin məlumatında bildirilir.